Ailəmizə yeni gələn bebişə boks hazırlayıram. Daha doğrusu bir yerdə hazırlayırıq. Ay necə şirindir. Bunu alt hissəyə qoyacağım. Çünki içi üçün maraqlı fikirlərim var. Öncə bunu əlavə edirəm. Ən çox sevdiyim şey belə kiməsə hədiyyə hazırlamaqdır. Spagetti oxşayır. Mənə görə bu boksun ən önəmli parçası budur. Bu yəni. Çünki bunu özüm öz əllərimlə hazırlamışam. Saatlarım gedib, amma məncə dəyib. Belə bir oyuncaq almışam. Digər ən əsas hissə kukla kimidən əldə elədiyim kukla kimi bir dəyərli hədiyyədir. Hansı ki, mən bunu çox axtardım. Amma yaxşı ki də kukla kimini tapdım. Tapmasaydım, indi burada gözmuncuqlu bir sancaq olacaqdı böyük ehtimal. Bunu da bura üstünə əlavə edirəm. Bax, nə qəşəng göründü üstündə. Və qarşınızda bizim hədiyyəmiz. Bibi olaraq nə deyirsiniz? Adıma layiq bir şey oldu, yoxsa?